Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Gəlin Array test toplusu kitabından ətraflı yazılı cavab tələb olunan tapşırıqlara baxaq. Yəni açıq suallara. Mən Idle proqramda, Python proqramlaşdırmada yazacağam bunu. Amma siz təbii ki, dəftərdə qeyd eləyə bilərsiniz. Sadəcə olaraq cavabları yoxlamaq üçün mən proqramda yazacağam. Girişə verilən iki həqiqi ədədin cəmini və hasilini çap edən proqramı Python dilində tərtib edin. İki həqiqi ədəd dediyinə görə biz həqiqi ədədləri bilirik ki, proqram float olaraq qəbul edir. Buna görə yazacağım x bərabərdir. Float, mütərizəni açıb bağlayıram. Daxil eləmək input, mütərizəni bir daha açıb bağlayıram. Şuraya aşağı bir də y daxil eləmək istəyirəm. Float, mütərizəni açıram. Input, daxil eləmək. İki ədədi daxil etdim. İki həqiqi ədədin cəmini və hasilini çap edən. Ayrı-ayrı da yazmaq olar uşaqlar. Printerin içərisində də yazmaq olar. Məsələn, yazıram C bərabərdir. X plus Y. Bunların cəm olsun. Bir dənə də D bərabərdir. Yazacağım. Hasilini istəyir. X vurulsun Y. Və printerin içərisində print mötərizəni açıb bağlayıram. C virgül D. Məsələn, gəlin yoxlayaq iki həqiqi ədədin hasilini və cəmini. Görək doğru verilmir bizə. Aha. Məsələn, yazıram iki həqiqi ədəd. Bir olsun 3.5 3 nöqtə virgülü qəbul etmədi. 3.5 bircə saniyə virgülü qəbul etmədi. Yazaq 3.5 bir də məsələn 2.6 enteri vursam 3.5 də 2.6-nın aşağılar cəmi olacaq 6.1 hasılı isə 9.1 etmiş olar və yaxud da gəlin iki fərqli qiymət yazaq yenə məsələn 3.0 olsun float 7.0 olsun float. Cəmi 10 eləyəcək, hasili isə 21.0. Yəni, proqram doğrudur. Printerin içərisinə fərqli sətir tipli ifadələr də yazmaq olar. Məsələn, cəmi C ilə ifadə eləmişik. Və yaxud da yaza bilərəm bura. Dırnaq ifadəsinin içərisində cəm bərabərdir. C tutaq ki, belə ifadə yaza bilərəm. Bir də hasili də deyil deyə dırnağın içərisində yaza bilərəm. Hasil bərabərdir D. Təbii ki, hər birinin arasında virgül qoymaq şərti ilə. Onda ifadə olacaq cəm bərabərdir. Məsəl üçün 10, hasil bərabərdir 21. Gəlin bir də yoxlayaq. Baxın, yenə eyni rəqəmləri, eyni həqiqi ədədləri yazacağım. 3.0 bir də 7.0 bərabərdir. Cəm 10 olacaq, hasil 21.0. Yəni, biz bilirik ki, printerin içərisində dırnaqda yazılmış ifadə elə olduğu kimi çapa verilmiş olur. Yəni, yazsaz da olar, yazmasaz da olar, fərqi yoxdur. Növbəti 86 nömrəli tapşırığa baxıram. Girişə verilən natural ədədin kubunun 4-cü dərəcədən kök altısını hesablayıb çap edən proqramı Python dilində yazın deyir. Gəlin ixtiyarı 1. Necə ədəd deyir? Görürsünüz, natural ədəd deyir. Natural ədəd dediyinə görə mən buraya int yazacağım. Int input. Bax, ədədi daxil etdik. Fərqi yoxdur. X, Y, A, B. 4-cü dərəcədən, ədədin 4-cü dərəcədən kök. Bax, məsələn, yazıram. Y yazacağım. Y bərabərdir. Ədədin kubunun. Yəni, x-in kubu göstərmək üçün 2 ulduzdan istifadə edərəm. Bax, kubu göstərirəm bu şəkildə. Bu olsun ədədimizin kubu. Bu olacaq ədədimizin kubu. Ədədin kubunun 4-cü dərəcədən kök altısı aşağılar proqramlaşdırmada kök altı ifadə olmadığına görə biz 4-cü dərəcədən kök altını ya qüvvətdə
Bunu yaza bilərik 1/4 kimi və yaxud da məsəl üçün belə yaza bilərəm də 1 bölünsün 4 kimi yaza bilərəm. Belə bu şəkildə bu tərzəni açıb bağlayaram 1/4. Və yaxud da 0,25 kimi də yaza bilərəm. Və aşağı düşürəm, yazıram print, mötərizəni açıb bağlayıram, nəyi çapa çıxartsın, y-i çapa çıxartsın. Məsələn, əgər 2 qoysam x-in yerinə, 2-nin kubu 8 olacaq, 8 4-cü dərəcədən, ay uşaqlar, və yaxud da gəlin fərqli 4 qoyaq. 4-ü kuba yüksəltsək, olacaq 64. 64 4-cü dərəcədən kök altından nə çıxar? Gəlin bir dənə baxaq. 64. 64. 64. 4-cü dərəcədən kökdən çıxar 2,82. Gəlin yoxlayaq uşaqlar. Əgər 4 qoysam x-in yerinə, x-in yerinə 4 qoysam, bəli, 2,82 alınmış olar. Yəni doğrudur. Və yaxud da dediyim kimi 4/1 yazmayıb 0,25 də yaza bilərəm bura. 0,25 də yaza bilərəm 4/1-in yerinə. Düşürük aşağı. Bunu təbii ki, mötərizəyə alıram bu şəkildə. Baxın, bu formada mötərizəyə almış olarıq. Yəni, yenə cavab olaraq eyni alınacaq. Məsələn, gəlin bir də 4 qiymətini verək. 4. Bəli, yenə 2,82 alınmış olur. Sonra 87 nömrəli tapşırığa baxaq. X-in klaviaturadan daxil edilmiş həqiqi qiymətində bu funksiyanın qiymətini hesablayıb çap edən proqramı Python dilində yazın. Yəni, bu da sadədir. Daxil edilmiş həqiqi qiymət dediyinə görə və burada artıq x-i özü verir. Ona görə siz mütləq şəkildə x yazmalısınız. Mən bayaq rastgele yazmışdım. A, B, əgər özü vermirsə dəyişənin adını, siz istənilən dəyişən adı yaza bilərsiniz. Amma yox, əgər özü sırf x yazıbsa, siz də mütləq x yazmalısınız. Klaviaturadan daxil edilmiş həqiqi qiymət. Həqiqi dediyinə görə bunu dəyişirəm, float eləyirəm. Bir həqiqət daxil etdik. İfadəni yazacağım. Olduğu kimi y bərabərdir. 3 vurulsun 2 kvadrat 2 dənə ulduz. Yenə 2. Üzərinə gəlirəm 5. Vurulsun mötərizəni açıb bağlayıram. Burada yazacağım 2 plus 3. Sonra bir də yazacağım plus 6. Düşürük aşağı. Bir də burada yazacağım print mötərizənin içərisində y-in çapı. Məsələn, x-in yerinə 2,0 qoysaq əgər, 3-ü vuraram, 2-in kvadratı 4 olar, 2-nin kvadratı 4, 4 3-ü 12. Daha sonra burada 2-ni 3-ə toplayıram 5, 5-i 5-ə 25, 25 ilə 12-ni toplayacağım. 25 ilə 12, 37, 37 ilə də 6-nı toplasam alınacaq 43. Nə qoyduq x-in yerinə? 2,0 düşürəm aşağı 43 alınmış olur. Bəli. Yəni, burada verilən bu funksiyanı aşağılar, bura olduğu kimi köçürmək lazımdır, lakin proqramın başa düşdüyü şəkildə. Yəni, vurmanı, məsələn, biz bilirik ki, bu x, 3x kvadratı, burada 3 vurma var. Amma proqramın yerində belə bu şəkildə ifadə yazsam, proqram onu başa düşməyəcək. Sadəcə dəyişən olaraq görəcək və dəyişənin adı da rəqəmlə başlaya bilməz deyə birbaşa xəta baş vermiş olar. Ona görə vurmaları, qüvvətləri olduğu kimi doğru yazmaq lazımdır ki, xəta baş verməsin. Növbət 88 nömrəli məsələdə tərəflərin uzunluğu klaviaturadan daxil ediləcək üçbucağın perimetri və sahəsini hesablayıb çap edən proqramı Python dilindədir, yazın. Gəlin, baxaq. Tərəflərin uzunluğu klaviaturadan daxil edilən üçbucaq deyir da, düzdür. Ona görə də, aşıqlar, mən 3 dənə ədəd daxil eləməliyəm. Məsələn, biri olsun A. A bərabərdir. Yazacağım float. Mötərizəni açıb bağlayıram. Input
Niyə uşaqlar integer tipində ədəd daxil eləmədim? Çünki üçbucağın tərəfləri kəsr ifadə də ola bilər təbii ki. Ona görə mən istifadə elədim float tipindən. Üçbucağın tərəfləri olsun A, B, bir də olsun C. Və mən bilirəm ki, üçbucağın perimetri onun üç tərəfinin cəminə bərabərdir. Gəlin P-ni tapaq. P bərabər də olsun A plus B plus C. Bu olsun perimetri. Üçbucağın sahəsini də bilirik ki, Heron düsturundan istifadə olunur və Heron düsturunda uşaqlar perimetrin yarısını, düzdür, vururduq kökaltı ifadədə P minus A, P minus B, bir də P minus C idi. Belə idi, bəli. Məsələn, əvvəlcə perimetrin yarısını gəlin tapaq. Məsələn, D ilə ifadə edəcəm. D bərabərdir. P bölünsün 2 yazacağım. Bu olacaq bizim üçbucağın sahəsinin düsturunda istifadə edəcəyimiz perimetrin yarısı. İndi sahəni tapmaq üçün mən nə eləyəcəm? Sahəni tapmaq üçün D-ni vuracağım. Mötərizəni açıb bağlayıram. Mötərizəni açıb bağlayıram. D minus A. Sonra bir də mötərizə açıb bağlayıram. D minus B. Bir də mötərizəni açıb bağlayıram. D minus C yazacağım aşağıda. Bir də bunların hamısının arasında vurma var. Bunu da unutmayaq. Burada vurma var. Və aşağılar bunu bütöv formada mötərizəyə alıram. Bütöv formada mötərizəyə alıram və kök altında ifadədir. Kök altında ifadəni yazmaq üçün 2 ulduz. Bayaqki tapşırıqda necə 4-cü dərəcədən kök yazmışdıqsa, indi də 2-ci dərəcədən kök yazırıq və mən bunu 0.5 kimi yaza bilərəm. Baxın bu formada. Və nəyi tapdıq? Heron düsturu vasitəsilə biz üçbucağın sahəsini tapdıq. Bir də perimetri və mən printerin içərisindən məndən nə istənilirsə, məndən istənilir S, virgül, bir də P. Deməli, gəlin baxaq. Üçbucağın tərəfləri olsun 3, 4, bir də 5. Enteri vururam. Bizim üçbucağın perimetri olacaq 12, sahəmiz də olacaq 6. Bəli. Gəlin həqiqətən yoxlayaq 3, 4, 5-i. Perimetrimiz nə oldu? 12, 12-nin yarısı 6. 6 vurulsun. Gəlin aşağıdan yazaq. 6 vurulsun. 6 minus 3 olacaq 3. Sonra bir də vurulsun. 6 minus 4, yəni 2. Bir də vurulsun. 6 minus 5, yəni 1. Bunların hər birinin hasili 18, 18, 2, 36. 36-nın da biri 36. Cavab olacaq 36 uşaqlar. 36-dan da kök çıxacaq 6. Yəni düsturumuz doğrudur. Və görürsünüz uşaqlar, kökün altından çıxan ifadə həmişə float tipində olur. Bax, bir də baxaq ora. Kökün altından. Əgər burada durursa, gəlin orada baxaq. Kökün altından çıxan ifadə olacaq float tipində. Bəli, bax, 3, 4, 5 qoymuşduq. Kökün altından çıxan ifadə 6.0-dır. Perimetrində float tipində olmağının səbəbi odur ki, yəni bizim yazdığımız axı ABC daxil etdiyimiz ədədlər onsuz da həqiqi ədəd tipində olduğuna görə perimetrdə həqiqi ədəd tipində ifadə olunub. 89 nömrəli sualda deyilir ki, klaviaturadan daxil edilmiş x1, y1, x2, y2 tam qiymətlərinə əsasən bu nöqtələr arasındakı məsafəni hesablayıb çap edən proqramı deyir Python dilində yazın uşaqlar. Nöqtələr arasındakı məsafə düsturumuzda riyaziyyatdan yəqin ki bilirik. Bu da kökaltı ifadədir uşaqlar. x2 çıxılsın x1 kvadrat, bir üzərinə gəlirik. y2 çıxılsın y1 mötərizə kvadratı və bu ifadə bütöv formada kök altındadır. Gəlin onu yazaq. Orada nəyi daxil edibsə, biz də həmin ifadələri daxil edirik və tam ədəd olaraq daxil edirik uşaqlar. Çünki niyə? Çünki görürsünüz bir tam qiymətlərinə əsasən.
Nə deyirsə, mən də eyni şəkildə daxil edəcəm. X1-i daxil edəcəm. Bərabərdir int. Tərzdən bağlayıram açıb. Input. Input. Int. Int. Input. Deməli, bu olsun x2, bu olsun y1, bu da olsun y var 2. Bəli. İndi düsturumu yazacağım. Sahə hesablanır da, düzdür, məsafə hesablanır. S-lə də yaza bilərəm, V ilə də yaza bilərəm, fərqi yoxdur. Yazıram, mötərizəni açıb bağlayıram. 2, çıxılsın, 2, 1 və mötərizə kvadratı 2 ulduz kvadrat. Üzərinə gəlirəm, bir də mötərizə açıb bağlayıram. Y2, çıxılsın, Y1, mötərizə kvadratını yazmaq üçün ulduz 2 yazacağım. Və bütöv bu ifadəni yenə kök altında yazmaq üçün mötərizəni bu şəkildə bütöv bağlayıram və yazıram üzərinə 0.5 və yaxud da uşaqlar bizə bir də yazmaq olar, fərqi yox. Üçdə bir yazmaq üçün mütləq şəkildə üçdə biri mötərizəyə almaq lazımdır. Niyə? Əgər mən mötərizəyə almasam, bu şəkildə yazsam, qüvvət üstündə sadəcə 1 olacaq və bütöv ifadə 2-yə bölünmüş olacaq. Ona görə də bu 2də 1-in hamısı qüvvətdə görünsün deyə mən 2də 1-i bütöv formada mötərizəyə almalıyam ki, qüvvətdə görsənsin. Səhv eləmirəmsə, mötərizələri düz qoydum. Bəli. İndi baxaq və printin içərisində də yazmalıyam. S. S-i çap etsin. Gəlin, tam ədədlər qoyaq. Məsələn, nə yazaq? 3, 4, 5, 6 qoyaq. 1,41. Yəqin ki, doğru çıxardıb. Çünki düsturu düz yazmışam. Yəqin ki, bu riyaziyyatdan bilirsiniz də, bu bizim məsafə düsturumuzdur. Bu olacaq belə. Növbəti tapşırıq uşaqlar 90 nömrəli tapşırıqda rahatdır. Yenə ifadə verilən, funksiya verilən ifadələri sadəcə olaraq ora düzgün köçürmək lazımdır. Baxın, x-in klaviaturadan daxil edilmiş yenə həqiqi qiymət. Həqiqi qiymət dediyinə görə uşaqlar, mən floatdan istifadə edəcəm. X dediyinə görə mən x yazacağım. Yazıram bura. Float input. Input düşürəm aşağı. Y bərabərdir 7. Modul ifadəsini, uşaqlar, modul ifadəsini x-in kubu deyir də, kvadrat olsa, modul ifadəsi absolutla ifadə olunur. Vurulsun, yazaq A, B, C, ABC, mötərizəni açıb bağlayıram. X-in kubu deyir. 2, ulduz 3. Bəli, bu olacaq 7x-in kubu. Sonra mən də çıx yazıram. Çıxılsın. X plus 1 sürətdədir. 2 plus 1 sürətdədir. Və uşaqlar, x plus 1 sürətdədir, amma sürətdə kimi görsənmir burada. Məsəl üçün, 7-nin kubu çıxılsın 2 plus 1 kimi görsənir və mən buradan bölünsün, məxrəcdə olan ifadəni yazmış olsam, sanki 1 bölünsün məxrəcdəki ifadə kimi görsənəsidir. O şəkildə görünməsin deyə mən x plus 1-in bütöv formada bu şəkildə deməli, mötərizədə yazıram. Daha sonra 3, üzərinə gəlirəm, artıq məxrəcdəki ifadəni yazacağım. 3 plus mötərizəni açıb bağlayıram. Kökaltı ifadə yazmaq üçün x-in kvadratı üzərinə gəlirəm. 1-i və təbii ki, kökaltı ifadə olduğuna görə mən yenə üzərində yazacağım 2-də 1 və yaxud da 0,5. Və uşaqlar, bu 3 plus x-in kvadratı plus 1 özü belə bütöv şəkildə məxrəcdə görünməsi üçün mən bu ifadəni də
bütöv formada, baxın, bütöv formada mötərizəyə alıram. Əgər mötərizədə yazmasam, bu səfər sadəcə olaraq məxrəcdə görünən 3 olacaq. Və x kvadratı plus 1 sanki kəsrin qabağındaymış kimi e, belə deyim, proqram onu başa düşəcək. Və sonra da yazacağım plus 667. Gəlin onda davamlı yazaq. Üzərinə gəlirəm 667. Bəli, ifadəmizi bitdik. Əgər x-in yerinə, gəlin bir dənə baxaq. X-in yerinə 2 qoysaq, interi cavab qaytarmadı, çünki printeri yazmadıq. Yazaq buradan print, mötərizəni açıb bağlayıram. Y ifadəsini çapa ötürmüş olsun. Əgər 1 qoysaq, ay uşaqlar, 1 qoysaq, 7 vurulsun 1, 7, 7 alınacaq, 7, daha sonra çıx, 1 plus 1, 2, 2 bölünsün. Nə olar? 1-in kvadratı 1, üstünə 1 gələndə 2, 2 kök altından, 2 kök altından nə çıxacaq? 1 tam onda nə qədər çıxar da yəqin ki. 2 kök altıdan 2 saniyə. Gəlin baxaq. 2 kök altıdan. Bəli, 1 tam %41. Üzərinə 3 yazsam 4 tam %41. 4 tam %41. 4 tam %41. Kəsrədə də alınır, fəkrədə də alınır. Belə bir ədəd qoymalıyıq ki, belə alınmasın. Məsələn, nə yaza bilərik? Məsələn, gəlin yoxlayaq görək hansı ədəddə tam ədəd alınırsa, onda yoxlayaq. Məsələn, 8 qoysam, fərqli bir şey alınır. 2 ədəd qoyaq. 2 yazsam əgər, 2 yazsam, yenə böyük ədəd alınır. 667-nin üzərinə gəlir. Doğru olar deyə düşünürəm. Sadəcə olaraq doğruluğunu yoxlamaq istəyirəm. Məxrəcdə fərqlə də qalmış. Bax, bunu kalkulyator vasitəsilə bölərək doğruluğunu yoxlaya bilərsiniz siz. Amma yəni səhv alınmayacaq, doğru alınacaq. Çünki qeyri-adi bir tapşırıq deyil. Sadəcə burada olanı bura köçürmüşəm. Amma təbii ki, qüvvət, kökaltı, mötərizələri nəzərə alarıq. Bu da olur belə. 91 nömrəli. Gəlin tapşırığa baxaq. Deyir ki, klaviaturadan daxil ediləcək en natural ədəd üçün bu ifadənin qiymətini çapa verən proqramı Python dilindədir, yazın. Deməli, bu necə silsilədir? Bu ədədi silsilədir. Ədədi silsilənin düsturunu bilirik də, düzdürmü? Burada mən nə yazaram? 3-ün üzərinə gələrəm elə buradakı 3-əni. Ədədi silsilənin düsturu 3-ü çarpdığına görə 3 plus 3-ün bölünsün 2, bir də vurulsun say, en natural ədədi. Bir də vurulsun n olacaq. Gəlin onu burada yazaq. Natural ədəd dediyinə görə n bərabərdir yazacağım. Int, mötərizəni açıb bağlayıram. Yazıram bura input. Və daha sonra nə yazacağım? Cəm düsturu olduğuna görə S yazacağım. Mən də orada böyük verilib. Mən də böyük yazıram. S bərabərdir. 3, birinci ilk həddimiz 3'dür. Son həddimiz olacaq 3 vurulsun n. Və mən bu ifadəni mötərizəyə alıram uşaqlar. Mötərizəyə alıram. Bölünsün 2 yazacağım. Bölünsün 2. Bir də yazacağım vurulsun n. Vurulsun n. Və bu olacaq bizim ədədi silsilənin n həddinin cəmi düsturu yəqin ki. Bəli, səhv etmirəmsə belə idi. Bu ifadənin qiymətini çapa verən proqram. Bəli, sonunda da yazacağım mən print. Mötərizəni açıb bağlayıram. Buraya yazacağım böyük S-i çapa versin. Run modul. Proqramımız səhv deyil, doğrudur. Məsələn, 5 yazsam əgər 45 alınmış olacaq. Bu olur. Olur, belə.
Bəli. Daha sonra növbəti tapşırığa baxaq. 92 nömrəli tapşırıqda deyilir ki, tərəfinin və bu tərəfə endirilmiş hündürlüyün uzunluğunu girişə veriləcək paralleloqramın deyir sahəsini hesablayıb çap edən proqram Python dilində yazılır. Paralleloqram bir tərəfindən h hündürlüyü endirilir və onun sahəsini biz hansı düsturla hesablayırdıq uşaqlar? 2-də 1, 2-də 1 bir tərəfi deyir də, AH düsturundan istifadə edirdik, səhv etmirəmsə. Düsturumuz o şəkildə idi. Nə deyir? Məsələn, bir dənə A yazaq bura. A yazaq və uşaqlar paralleloqramın tərəfləri təbii ki, kəsr ifadədə ola bilər deyə mən floatdan istifadə edəcəm. Bir dənə A, bir dənə də H-ı əlavə edirəm. Float, mötərizəni açıb bağlayıram. Yazıram bura. Input, mötərizəni açıb bağlayıram. Düsturumuz necə idi? S bərabərdir. 2-də 1, 2-də 1, 1, 2-də 1. 2-də 1 vuracağım. AH-a. A vurulsun H. Bəli. Bu olacaq bizim paralleloqramın deməli bir tərəfinə endirilmiş, bir tərəf verilir və bu tərəfə endirilmiş hündürlüyün uzunluğu görürsüz, bir girişə verilir. Girişə nə verilirsə, onları mütləq qeyd eləmək lazımdır. Və bu da olur bizim sahəmiz. Və buradan da yazacağım print, mötərizəni açıb bağlayıram. Buraya yazıram S. RAM modulu, RAM. Məsələn, bir tərəfi yazaq. Tərəfimiz olsun 4, hündürlüyümüz olsun 8. Cavab olacaq 16. Bəli. Siz uşaqlar riyaziyyatda, məsələn, o test banklarında həqiqətən bu məsələlər var da orada, düzdürmü? Bax, orada verilən rəqəmləri, ədədləri gətirib bu proqramda yerinə qoyub həqiqətən düzgünlüyünü yoxlaya bilərsiniz. Görə həqiqətən doğru alınmış. Daha sonra klaviaturadan daxil ediləcək 3 rəqəmli natural ədədin rəqəmləri cəmi və hasilini çap edən proqram Python dilində yazın. Gəlin buna da baxaq. 3 rəqəmli natural ədədin rəqəmləri deyir. Bax, 3 rəqəmli natural ədəd. N bərabərdir. Yazacağım int. Mötərizəni açıb, bağlayaq. Yazaq bura input. Input. Mötərizəni bir də açıb bağlayıram. Özü verib deyil 3 rəqəmli ədəd olduğunu. Artıq mən yoxlamıram. Mən yazacağım. Deməli, biz bilirdik də tam hissənin tapılması, qalıq hissənin tapılması. Əvvəlcə mən ədədi rəqəmlərə ayıracağım. Təbii ki, bunu necə eləyəcəm? Bunu 3 rəqəmli ədədi, məsələn 321-dir. 321-i, yəni n-in ona bölünməsindən əgər qalığı tapmış olsam, mən sonuncu rəqəmi tapmış olacaq. Daha sonra B bərabərdir. Həmin ədədi, 3 rəqəmli ədədi ona bölsəm əgər, belə deyim, əvvəlki 2 ədədi tapmış olaram, yəni 2 rəqəmli ədədi və onun da yenidən ona bölünməsindən, qalıqdan taparam mən ortada duran ədədi. 321-in ikisini tapmış olaram. Növbəti C də bərabərdir. N-in, yəni 321-in bu səfər 100-ə bölünməsindən tam hissədə alınacaq 3. Deməli, burada nə yazaram? Print məndən nə istəyir? Printin içərisində də yaza bilərəm, amma uşaqlar cəmi və hasilini deyir də. Printdən kənarda da yaza bilərəm. Printin içərisində də yaza bilərəm. A plus B plus C virgül qoyaram. Hasilini çap eləyir deyəndə A vurulsun B, B vurulsun C yazarıq. Gəlin doğruluğunu yoxlayaq. 321. Enter vursam 321. Cəmi olacaq 3, 2, 5, 5 ilə 1-in 6. Hasili də olacaq. Biraz fərqli bir ədəd qoyaq gəlin. Modulu. Yazaq bura. Tutaq ki 457. 4, 5, 9, 9-dan 7-nin 16, cəmi 16 olacaq. Hasil də 4-dən 5-in 20, 20-nin də 7-yə 140, enter vursaq 16, 140 alınmış olar. Və yaxud da, yəni bunları ayrı-ayrı da yazmaq olar.
Bax ki, buradan yaza bilərik ki, D bərabərdir cəmi, B bərabərdir, tutaq ki, A plus B plus C yaza bilərəm. Bir dənə də F bərabərdir, yaza bilərəm A vur, B vur, C və birbaşa printerin içərisində qısa konkret yaza bilərəm D virgül F. Baxın, belə ifadə yazmaq olar yəni. Yenə eyni şəkildə cəmini və hasilini çap etmiş olar. 94 nömrəli tapşırığa baxaq. Deyir, uzunluğu klaviaturadan daxil ediləcək çevrənin diametri, bax, diametri verilib. Radiusu bu çevrənin radiusuna bərabər olan dairənin sahəsini hesablayıb çap edən proqramı Python dilində yazın uşaqlar. Deməli, uzunluq, bizim uzunluğumuz, bax, uzunluğu daxil etmişik, etsək əgər. Daxil ediləcək çevrənin diametri, uzunluğu klaviaturadan daxil edilib, uzunluq. Gəlin, çevrənin bir dənə uzunluğu düsturuna baxaq. Səhv etmirəmsə, diametr, uzunluq bölünsün pi-dir. Səhv etmirəmsə, çevrənin uzunluğu. Çevrənin uzunluğu uşaqlar. Deməli, çevrənin uzunluğu. Çevrənin uzunluğu 2pi. Bəli. 2pi vurulsun radiusdur. Qəliba bu çevrənin uzunluğu düsturudur. 2pi radiusdur. Və mən burada nəyi tapacağım? Məndən orada nə istəyirdi? Məndən istəyirdi bu çevrənin radiusuna bərabər olan dairənin sahəsini hesablayam. Əgər mən orada diametri tapsam, diametr burada nə olar? Diametr bərabər olacaq L bölünsün pi. Bəli, diametr olacaq L bölünsün pi. Gəlin baxaq. Yəqin ki, mən yazdıqca sizlər riyaziyyatdan bu tipdə məsələlər işləmişsiniz. Təqribi mən hal-hazırda unutmuşam bəzi bu çevrə məsələlərini, amma yəqin ki, siz üzərində işləyirsiniz deyə sizin yadınızda qalmış olar. Daxil edək ki, çevrənin diametri deyir. Import məhz yazacağam. Import məhz. Çünki burada pi ifadəsini daxil etdiyimə görə biz bilirdik ki, hər hansı riyazi modullar daxil edəndə import məhzdən istifadə olunur. Və mən eli daxil edirəm uşaqlar. Özü verib burada. Deyir, eli daxil elə. El ola bilər ki, float tipində də olsun. Input yazacağam. Input mötərizəni açıram, bağlayıram. Daha sonra uşaqlar, o düsturda gördükdə uşaqlar, el bərabər idi. Belə bir ifadə yazılmışdı. El bərabər idi. Pi vurulsun D. Diametri. Yəni, mən buradakı diametri tapmaq üçün diametr bərabər olacaq. El bölünsün məhz piyə, məhz pi ifadəsini uşaqlar. Bəli. Daha sonra, indi bax, mən D-ni tapdım. Düzdürmü? Bu çevrənin radiusuna bərabər olan dairənin sahəsini hesablayan düstur dediyinə görə də mən ki el vurulsun, nə yazarıq ora? Çevrənin radiusuna bərabər olan dairənin sahəsini S bərabərdir yazaram. Eli vuraram, uşaqlar. B-yə el vurulsun D yazaram. El vurulsun D. Bizim elimiz, gəlin bir dənə buradan mən yazacağım. Radius deyir da, düzdür. Radius
Elin içində nə var idi uşaqlar? Bax, elin tərkibində var idi 2 pi radius. Düzdürmü? Gəlin buradan yazaq. 2 vurulsun pi vurulsun radius var idi. Radius var idi. Və mən bunu bir də D-yə vurmuş olsam, bir də D-yə vurmuş olsam, D özü, e, D özü 2 pi r yazıram. D özü də 2 r'dir da. D özü də 2 r'dir. 2 r, 2 r, 2 vurulsun. R olacaq 2 r. Ne yazırıq burada? 2 r, D'nin yerinə yazacağım. 2 r, 2 r. Və bu nə olacaq? Hə, sahə düstur almaq istəyirik də pi r kvadratı. 2 dənə r oldu. R-lə r kvadrat olacaq. Və nəticə olacaq burada 4 vurulsun. Pi olacaq. Pi vur r-in kvadratı. Eləmi? R-in kvadratı. Və mən buradakı 4-ü buradan ləğv etmək üçün bu bütöv nəticəni bir də bölməliyəm 4-ə. Ümid eləyirəm ki, fikrimi ifadə eləyə bildim. Bax, buradakı düsturu bilirsiniz də, yəqin ki, siz çevrənin uzunluğu düsturu. Və uzun uzadı getməyəcəm. Uzunluqdan gəlib çıxırıq çevrənin sahəsi düsturuna bir sözlə, pi r kvadratı düsturuna. Və mən uzunluqla gedəndə 4 pi r kvadratı almışam. Nəticədə orada 4-ü ləğv eləmək üçün 4 pi r kvadratını yenidən bölürəm 4-ə ki, mən çevrənin sahəsinin düsturunu ala bilim, uşaqlar. Bəli. Ona görə də mən sadəcə olaraq buradan bütöv yazacağım. El vurulsun B, bölünsün 4 yazacağım. Yəni bunu açıqlama olaraq yazmışdım. Buna artıq ehtiyac yoxdur. Silirəm, lap heç silməyim, qabağına diyez yazım. Bu da burada dursun. Deməli, bu oldu belə. İndi mən printerin içərisində mötərizədə nəyi tapmalıyam? Bir D-ni tapmalıyam, bir də sahəni. Bu arada uşaqlar, bax, qabağıma diyez yazdığım ifadəni hal-hazırda proqram görmür. Yəni, şərh olaraq da onu ancaq siz, mən, yəni görə bilirik. İndi mən run modulunu, run əmrini vermiş olsam, başqa qara hərflərlə yazılmış bütün ifadələri görür. Amma, məsələn, 4 yazaq, bəli, bax, bu olacaq, çevrənin biri uzunluğudur, biri də sahəsidir. Biri D-dir, biri Gəlin bir dənə fərqli qiymət qoyaq. 4. Vurulsun 4, 5. Bir dənə fərqli qiymət qoyacağım. Məsələn 5.